أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لا أقسم بهذا البلد وأنت حل بهذا البلد وأنت حل بهذا البلد ووالد وما ولد لقد خلقنا الإنسان في كبد أيحسب أن لن يقدر عليه أحد يقول أهلكت مالا لبدا أيحسب أن لم يره أحد ألم نجعل له عينين ولسانا وشفتين ألم نجعل له عينين ولسانا وشفتين وهديناه النجدين فلاقتحم العقبة وما أدراك ما العقبة فك رقبة أو إطعام في يوم ذي مسغبة يتيما ذا مقربة أو مسكينا ذا متربة ثم كان من الذين آمنوا وتواصوا بالصبر وتواصوا بالمرحمة أولئك أصحاب الميمنة والذين كفروا بآياتنا هم أصحاب المشأمة عليهم نار مؤصدة
Sadaqallahul aliyyul azim. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، نحمده ونشكره نستغفره ونستعينه نتوكل عليه ونتوسل إليه. الصلاة والسلام على سيدنا ونبينا وحبيبنا وطبيبنا وشفيعنا ومولانا أبي القاسم المصطفى محمد. اللهم صل على محمد وآل محمد. ثم الصلاة على إترته المكرمين وسيما بقية الله في الأرضين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Ya Allah, yadınızdasə bizim cümə çıxışımız, silsiləvari çıxışımız münacatla bağlı idi və 8 cümə mən çıxış eləmişdim. Sadəcə olaraq keçən cümələr Əmirül Möminin və İmam Həsəndən danışdım. Fasilə vermişdim, amma yenə də mövzumuzu davam edirəm. Münacat nəcva kəlməsindən götürülüb, bəşərin Allahla xüsusi rabitəsi və ünsiyyəti və söhbəti, səmimi həmsöhbət olmaq. Münacat məsələsində bir neçə məsələyə diqqət eləməliyik. Biri budur ki, vaxt ayırmalıyıq, bunu dedim. Biraz özümüzə vaxt ayırmalıyıq, bir neçə dəqiqə. Həm vaxt, həm də qəlbimizi təmərküzləşdirməliyik ona, yaradana. İstəyirsə qəlbimiz yaradana tərəf istiqamət tapsın, o tərəfə yönələk. Bir neçə mühüm məsələ var ki, onu düşünsün, deyirlər, insanda münacat etmək abu havası yaranar. O Allahla bağlı mövzudur. Birinci məsələ budur, buyururlar, Allahınla ki başlasan danışmağa, onu münim, neymət verən kimi tanı. Bil ki, bütün neymətlər onundur, onun əlindədir. O istəsə nazil olar. Hər şey ondadır. Munimdir o və ona tərəf üst tuturam. Belə danış Allahla. Və bil ki, elə munimdir, elə neymət verəndir ki, verdiyi də qərəzlə verməz, məkirlə verməz, minnətlə verməz. Allahın verdiyi neymət səni izzətli eləyər. Allah bu cür Allahdır. Neymət verir bu şəkildə. Bəziləri verir nəsə sənə, planı var. Hiləsi var, kələyi var, minnəti var. Demirəm, bütün insanlar belədir. İstisna olan, belə deyək, Allah əxlaqı ilə, əxlaqlanan insanlar da var ki, onlar belə Allah necə əta eləyər o cürünə, gözəl şəkildə əta eləyər. Amma insanların bəzisi belə verər. Nəsə umur, nəsə yaxşılıq eləyəndə də. Nəysə birinci düşünür ki, bundan necə alım filan şeyi, necə istifadə edeyim ondan, ondan sonra deyir, nəsə verim ki, o istifadəni ondan eləyə bilim. Yəni, əvvəldən istifadə marağı var. Ona görə nəsə verir, ona görə niyyəti xalis deyil. Amma Allah neymət verəndir, məkir, hilə, kələk, qərəz, minnət yoxdur. Allahı belə tanı. Allahımızı belə tanıyaq və onu ilə ünsiyyət quraq. İkinci məsələ budur ki, bil ki, o əzimdir, çox əzəmətlidir. Baxın, böyük bir hədiyyədir, uşaq versə sənə, hədiyyə nə qədər böyük də olsa, uşaq versən, belə də o qədər də onun qarşısında nə olmazsan, itirməzsən özünü, müvazinət itirməzsən. Amma kiçik hədiyyəni böyük insan sənə verəndə, o böyük insanın əzəməti səni tutar. Əlin titriyə-titriyə ondan götürərsən. Və təşəkkür eləyərsən, ondan sonra deyərsən, bağışda biraz tutulmuşam, tam istədiyim kimi də təşəkkür eləyə bilmirəm.
və üzrxahlıq eləyərsən. Diqqət edirsən? Üzrxahlıq eləyərsən. Söhbət o hədiyyədən getmir, söhbət o hədiyyəni verən əzəmətindən gedir. Bahalı bir hədiyyəni uşaq verir, o qədər belə rahat qəbul edir. Amma kiçik bir hədiyyəni əzəmətli bir insan verəndə vücuduna nə yaranır? Təlatüm yaranır. İndi sən ki Allahla həm söhbətsən, əzim olan Allahla həm söhbətsən. Əzəmətlə, əzəmətli Allahla həm söhbətdəsən. Bu doğrudan insan vücudu titrədir. İnsan doğrudan anlayır ki, ay Allah, mən kimdən dayanmışam? Kimin huzurunda dayanmışam? Düzdür? Kimin huzurunda dayanmışam? Bax, bu məsələ. Üçüncü məsələ budur ki, bil ki, o hazırdır. Ya hazır, ya nazır. Dualarda var. Ya mən huvə əqrabu iləyyə min həblil vərid. Ey Allah ki, sən mənə şah damarımdan da yaxınsan. Allahı bu cürünə düşünün. Bu cürünə fikirləşin. Allah sizə bizə şah damarımızdan nədir? Yaxındır. Bu üç adla, vəsflə Allahla münacat elə. Və münacatın 3 dənə kildidir. Allahla ki, danışmaq istəyirsiniz, bu 3 vəsfi zehninizdə apara bilsiniz, keçirdə bilsiniz, düşünə bilsiniz, çox xeyrin görərsiniz, qəşəng danışarsınız Allahla. Nəticədə nə olar? Nəticədə get-gedə qəlbinin dili açılar. Adam ki, bildi, əzəmətli Allahın qabağındadır. Adam ki, bildi, o Allah ki, bütün neymətlərin sahibi odur, əta edən odur. Və o Allah ki, indi də məni görür və eşidir. Bunu duyan kimi qəlbinin dili açılmağa başlayır. Qəlbin danışacaq. Nə danışacaq? Cila, bağışla məni. Sən beləsən, mən belə. Münacat artıq başladı. İlah, bağışla məni. Sən necə rəftar edirsən, mən necə rəftar edirəm. Sən neynirsən, mən neynirəm. İnsanın xəcalət ruhun bürüyür. Yaxşı haldır bu hal, Allahla ünsiyyətdə. İlah, sən nələr verdin, mən nələr göndərdim. Getdikcə insan bu qəlb ki danışmağa başlayır, sanki qəflət yuxusundan ayılmağa başlayır. İnsanın qəflətin ilə dərəcələri var. Elə deyir ki, elə qafil ayıldın, qutardı, getdi. Ola bilər bir mövzuda elə qəflətdəsən. İnsan asta-asta ayılır. Görürsən, birinci adam yuxudan duranda hələ də biraz gözü açılıb, amma görürsən hələ deyirlər, yuxudan ayıldın, deyir, hələ bir dənə gözlüyün özümə gəlim. Bir pillə keçir, biraz özünə gəlir. Bir dənə durum ayağa. Durandan sonra bir pillə-pillə ayılır. İnsanın qəfləti də belədir, pillə-pillədir. Hələ birdən ayıldım deyil. Gözün bir mənada ayılmışsan, bir mənada yatmışsan. İnsan qəlb ki başlayır danışmağa, o qəflət pərdələri, o hicablar get-gedə aradan getməyə başlayır. İnsan asta-asta Rəbbinə tərəf hərəkət edir. Həzrət İmam Səccadın belə bir duası var, deyir, Fəya mən huvə ələl muqbilinə aleyhi muqbil. Eyvallah ki, ona üst tutanlara üst tutursan. Get-gedə ki, sən daha artıq ona tərəf dönüş edirsən, o da xüsusi rəhmətlə sənə üzün çevirir, xüsusi rəhmətlə. Bil ətfi aleyhim aidun mufzil. İlahi lütfünlə, özdə fəzlünlə dönüş edirsən. Bir var, kimsə kiməsə qayıdır, hirslə, aqresiya ilə qaydanda da 50 dənə söz deyir. Bir də var, yox, ya Rəbbəl aləm, mən sənə səhv elədim, xəta elədim, nöqsan oldu. İndi gəlmişəm sənin huzuruna, qəflətdən ayrılmışam, dönüş eləmişəm sənə tərəf, sən də mənə üst tutursan. Amma necə üst tutursan? Aidun mufsil, rəhmətlə, fəzilətlə üst tutursan. Elə davranırsan ki, elə bir heç nə olmayıb. Heç nə olmayıb, heç nə. Belə ünsiyyət qursan. Allah mərdən özü də bu bir mənada şoka düşür ki, mənlə necə davranır Rəbbimiz? Allahım necə davranır mənlə? Düzdür? Bil qafilinə an zikrihi rahimun qafur duanı axırıca oxuyum. Deyirlər, sən o Allahsan ki, qafillərə də neynirsən? Rəhimlisən, bağışlayansan. Bəzən o qafildir, onda rəhməti var. Hələ neynəmirsən? Tam atmamısan onun üçün. Hələ xətm bir xeyr olmayıb. Xətəmallah ələ qulubihim olmayıb. Ayıla bilər çünki. Rəhmət gözündən baxırsan ona. Bəli. Və bicəzbihim ilə babihi vədudun ətuf. Sən cəzb edirsən öz qapıfa tərəf, məhəbbətünlə, atifünlə insanları. Xulasa, insan ki gəldi,
Allahın ki huzurunda dayandı, vaxt ki ayırdı, münacata ki başladı. Nə baş verir? Baş verən budur ki, insan artıq peşman olmağa başlayır. Xəcalət hissi bürüyür bütün vücudunu. Artıq bu gördünüzsə bu halət yaranıb, artıq münacat başlayıb. Artıq mövzu başlayıb, söhbət başlayıb. O ki gördünüz də artıq tövbə eləmək fikrinə düşmüsünüz, artıq söhbətdəsiz siz. Çünki söhbət belə deyə monoloq deyil, dialoqdur. İnsan tövbə eləyəndə məsələ iki tərəflidir, bir tərəfli deyil. Artıq proses başlayıb. Artıq proses başlayıb. Amma baxır sənin tövbəvin nə qədər əzəmətli olmasına. Münacatın daha şirin olması tövbənin dərin olmasından keçir. Tövbənin dərin olmasından keçir. Əslində münacata gedən yol tövbədən keçir. Başa düşürsünüz nə demək istəyirəm? Bax, asılsa gəlirəm də, insan tövbə eləməyə başlayır. Tövbə. Peşman olursan. Özdə tövbə sırf belə deyil, günahı tərk eləmək. Tövbə budur ki, insan qəlbən peşman olsun. Bəzi vaxt insan günahı tərk edib, amma peşman deyil. Neysə görə tərk edib. Kimsə pis baxar deyənə tərk edib. Ya həkim deyib ziyandı ona görə tərk edib. Buna hələ tövbə demirlər. Tövbə budur ki, peşmansan. Yəni tövbə yalnız zehinlə bağlı bir mövzu deyil, qəlblə də bağlı bir mövzu. Çünki peşmançılıq qəlbə aid xüsusiyyətdir. Ona görə hədislərdə var, əvvəluha ən-nədmu əla ma məza. Tövbənin ilk şərti budur ki, peşman olasan. Peşman olmalısan. Peşman olduğun qədər tövbə eləmisən. Peşmançılığın qədər Allahın huzurunda tövbəkarsan. Doğrudan peşmansan yoxsa yox. O, zehində gedən yalnız proses deyil. Tövbə insanın qəlbi yanır. Ürəyi başlayır yanmağa. İlahi, bu nə idi elədim? Peşman olur. O qədər peşman edir ki, o peşmançılıq keçən günaha nifrət yaradır onda. İnsan peşman olanda nifrət edir də, gör mən nə eləmişəm. Günaha nə qədər nifrətiniz çoxalsa, inanın ki, tövbəniz o qədər də qiymət tapacaq. Tövbə də ki, biraz qiymət tapdı, o qədər də münacatdan ləzzət alacaqsınız. Peşmançılığınız nə qədərdir, ona baxın. Görün, günaha nifrət artıb, yoxsa yox. Ola bilsin, nifrətin də dərəcələri var, ha. Bir var, məsələn, tutaq ki, bir şeydən acığın gəlir, də müəyyən qədəri də. Adam da var, deyir, görən gözüm yoxdur. Bir var, acığın gəlir, belə görsən eyb yoxdur, keçib gedərsən. Bir də var, onu görən gözüm yoxdur. Sən Allah, onu mənim yanımdan uzaq edin. Onu görəndə özüm bilmirəm, niyə hirslənirəm, deyir. Əsəb keçirdirəm. İnsan gəlib bu həddəcədə ki, insan günah yadına düşəndə çox nifrət eləyir ona. Günaha nifrət. Günaha nifrət. Ona görə deyirlər, günaha olan nifrətə uyğun tövbələrin dərəcələnir. Bir həddə peşmansan, bir həddə də məsələn tutaq ki, acığın gəlir. Bu həddə Əzzallahımız buyurur ki, yükəffir ənkum seyyiatikum. Mən neyniyərəm? Sən görən müəyyən qədər peşmansan, biraz da olsun acığın gəlir günahdan. Mən günahın üstünü örtərəm. Cəzasından keçərəm öz yerində. Cəzası itdi. Daha o bəla ki gətirəcəkdir dünyada sənə, gətirməsin, narahat olma. Daha axirətdəki onun bir zərbələrini görəcək, onu da səndən keçdim, narahat olma. Amma üstün örtmüşəm, ha. Və günah təsirini itirib. Təsirini itirib. Amma xətər mövcuddur. Çünki günahın zəmini ələ içində qalıb. Məsələ budur. Diqqət elədiniz. Günahın zəmini içində var. Amma təsirini itirib. Çünki günaha insan tövbə eləməsə, günah həmən günahı çağırır. Elə bir gəlib, yuva salıb, deyir, gəlin. Başa düşdün? Belə vəziyyətdədir günahda. Ona görə də tez tövbə eləyin ki, heç olmasa üstün Allah örtsün ki, günah ikinci dəfə o günahı dəvət eləməsin səni. İkinci dəfə çağırmasın. Çünki ağzında şirə qalıb. Deyir, gəlin bura. Deyir, tez ört üstünü, yukəffir. Quran buyurur, ört üstünü. Sən xəta elədin, tövbə eləmə, örtürəm üstünü. Amma çünki hələ tam belə mahiyyətini
Dərindən tövbə eləməmsən deyənə örtmüşəm də, hələ qalıb içindədir, vücudundadır. Ehtiyatlı ol. Sönük formadadır. Aktiv deyil. Amma hər an aktiv ola bilər. Hər an aktiv ola bilər. O günahı çağırmır. Amma günahkarlarla otursan yadva düşə bilər, təzədən eləyə bilərsən. Diqqət elədin. Ya o məclislərə getsən, yenə də eləyə bilərsən. Gözən biri pis vərdişə tövbə edib, deyir eləmirəm. Evində oturub, eşiyində oturub, nə bilim filan. Amma bizdən o adam ki, o adamla o vərdişi icra eləyirdi, birdən üzüb-öz gəldi, yadına düşdü. Yadına düşdü eləmək istəyir. Çünki zəmin hələ qalıb. Sönük şəkildədir, aktivdir amma. Aktivdir. Əzzallahımızı deyim, müğayət ol. Əzzallahımız deyim, müğayət ol, ehtiyatlı ol. Amma bir pillə keçəndən sonra qabağa, bir pillədə Allah örtdü, yukəffir, örtüb. İçindədir zəmin qaranı. Bir pillədən sonra deyir, innəl həsənat yuzhibnəs seyyiat. Bir müddətdən sonra gəlirsən bir yer gətirir ki, Allah içindəki günahı məhv edir. Aha, bəh. Məhv edir. Tabi zəmin də yoxdur. Allaha qurban olum. Allah tikanı kökündən çıxardıb atıb bayra. Hərdən ki, tikan çıxanda görsən vurursan, tikan ki, çıxdı, vurdun. Düzdür. Amma kökü qalıb da 10 gündən sonra yenə çıxır. 10 gündən sonra yenə çıxır. Birinci mərhələdə Allah elə üzdən vurmuşdu. Üzdən vurmuşdu, Allah ona görə eləmişdi. Sən elə o cürünə attın, Allah da üzdən vurdu. İkinci mərhələdə tikanı kökündən çıxardıb atır bayra. Allahdan bunu istəyəsən. İlahi, qəlbimdə olan rəzilət toxumları ki var, kök salıblar artıq qəlbimdə, özün öz məhəbbətinlə onu kökündən çıxart, at bayra, ya Rəbbəl aləm. İnnəl həsənat yuzhibnəs seyyiat. Belədir Allahın işi. Gəlib çıxardar, atar bayra. Amma daha çıxardıb atıblar, belə özündən çox razı olma ya. Belə özündən çox belə arxayın gezmə. Sabah ola bilər ki, onu birinci dəfə əkən şeytan, səpən şeytan yenə səpsin. Nə zaman səpər, bir dənə mötərizə açım sizə. O zaman ki, başladın özündən razı olmaq. İndi özün çəkilmirsən o günahdan, görürsən bir nəfər hələ o günah eləyir. Gəlirsən başdan özündən danışma. Qardaşın gördün necə çəkildi o günahdan? Nə var ilişib qalmısan? İstehza edir indi. Qardaşın 20 il idi, elə idi. Gördün necə atdı? Qardaşın hələ bunu deyən kim qardaş da getdi. Biraz dilvi dinç saxla. Az təkəbbürlük elə. Bunlar dəqiq deyirəm, sən görmüşəm belə insanlar. Görmüşəm, üzr istəyirəm belə insanlar. Orada get Allaha söykən. Demə qardaşın gördün. Nədən görürsən Allah qardaşa lütf elədi. Rəbbi əlindən tutdu. İndi deməli söz kimi bunu deyəsənə, ən azı bunu anla da. O cür danışan insan bu cür anlamayıb məsələni. Görünən bu da elə bir özü çıxıb. Çıxardıblar onu bataqlıqdan, onu görmür, çıxdığını görür. Sən götürüb atıblar bayra. O bataqlıqdan, onu görmürsən sən. Sən indi görsən ki, mən bataqlıqda deyiləm. Bura baxırsan. Belə də öyrənəndən sonra bizən nə olur? Rəhmət çəkilir. Bu da bir qaydadır, sünnədir. Rəhmət azalan kimi o bataqlıq yenə səni gözləyir. O bataqlıq yenə səni gözləyir. İndi bir dənə sizə dua deyirəm. İnşallah bu duanı eləyin. Allahümmə, mənim Allahım, la vəfa li tövbə illa bi ismətikə. İlahi, mən tövbə eləmişəm, demirəm tövbə eləməmişəm. Amma o tövbəmdə vəfalı qalmağım üçün sənə ehtiyacım var. Mənim əlimdən tut. Sən mənə qoru. İlahi, biz bu Ramazan ayında nə qədər tövbələr elədik? Qədir gecələrində. Ya Rəbbəl aləm, özün əlimizdən tutaq. Özün əlimizdən tut. Hər iki mənada. Həm birinci mənadakı günah hələ vücudumuzda zəmin olaraq qalıb. Bu mənada əlimizdən tut ki, o aktiv olmasın. 2. İlahi, əgər köklü şəkildə çıxardıb atmısansa bayra, yenə əlimizdən tut ki, şeytan o toxumları səpməsin. Yenə əlimizdən tut. Bu ikinci pillədir. Nifrət artdı, ikinci mərhələyə keçdin. Başa düşürsünüz? Amma üçüncü mərhələ lap pik həddir. İnsan bir yere yetişir ki,
Allah Taala buyurur ki, birinci mərhələdə zəmin qalmışdı, ikinci mərhələdə köklü atmışdım bayra, üçüncü mərhələ bir üstünədir, üçüncü mərhələdə bu yubəddilullah seyyiatihim həsənat. O günah ki var idi vücudunda ya, onu çevirmişəm həsənəyə. Bir var atmışam bayra, yox ondan o tərəfdə deyim məsələ. O günahı silmişəm, yerinə savab yazmışam. Mən belə iş görmüşəm. Bu Allahın nə qədər rəhməti var, İlahi Rəbb. Nə qədər mərhəmətlisən. Bir var silib atır, bir də var yox, onları çevirir hamısını savaba. Etdiyin günahlar çevrilib savaba. Elə bir o dönəmlərdə günah etdiyin dönəmdə savab işlər görmüsən, özü xəbəri yoxdur ya. Zəhəri eləyib dərman Allahımız. Amma bu şərti nədir? İllə mən təbə, tövbə eləyəcəksən. Və əmənə, iman gətirəcəksən. Və amilə əmələn salih. Salih əməllər də icra edəcəksən. Salih əməllər də icra edəcəksən. Yəni, nə mənada? Əgər nə günahlar ki eləmsən, o günahların qarşılığında da bir yaxşı işlər görəcəksən. Yaxşı işlər görəcəksən. Və get-gedə Allah Taala vücudumu dəyişəcək. Bu bir mənası budur, həsənə yazaram. Yəni, əxlaq üstadları buyurur ki, savab yazaram, bu mənim rəhmətimdir. İkinci, biraz dərin və dəqiqdir. O da budur ki, necə çevrilib günah həsənəyə çevrilə bilər axı mənim vücudumda? Deyir, bu cür nə çevrilir ki, sən ki o günah eləmsən, düşmüsən bataqlığa, düzdür. Tövbə eləmsən, çıxmısan. İndi sən fikirləşirsən ki, mən o günaha niyə gəldim, düşdüm? O bataqlığa niyə gəldim, düşdüm? O müqəddimələri nədir? Nə proseslər baş verdi? Artıq bir təcrübən var, düz? Sanki o günah sənin üçün bir təcrübə olub bu mənada, çevrilib həsənəyə bu mənada ki, daha sən onun müqəddimələrinə tərəfdə hərəkət eləmirsən. Ona tərəf aparan hər şeydən uzaqsan. Bu mənada sən axı düşmüsən o bataqlığa, yolun bilirsən. İndi daha o gedən yolu getmirsən. Ona çəkən yola hərəkət eləmirsən. Bu mənada həmən günah sənin üçün olub bir dənə savab sanki, həsənə sanki. Daha sən o günahdan təcrübə almısan, deyirsən, yox, mən belə eləsəm yenə düşə bilərəm bataqlığa. Mən belə addım atsam yenə bədbəxt olaram. Həmən günah çevrilib sanki bir həsənəyə. Bu da başqa bir dərin mənasıdır ki, mövzunun ki, insan bu şeydən baxa, bu aspektdən baxa məsələyə həqiqətən doğrudan da Allahla daha yaxından tanış olmağa başlayır. Yaxşı, davam edeyim. Buyurur, ən təziqəl cism ələmət ta'a. Və həqiqi tövbə budur ki, insan bir dönəm ki, günah eləyib, günahdan ləzzət alıb, indi ibadətlə biraz əziyyət də çəksin. Bu biraz bəlkə də ilkin mərhələdə başa düşülməyən bir cümlədir. İbadətlə insan əziyyət çəksin. Ələm ağrıya deyirlər, əziyyətə deyirlər, zəhmətə deyirlər də belə deyil. Biraz da zəhmət çəkin ki, aldığın ləzzətlər içindən silinməyə başlasın. O ləzzət axı vücudunda nələrsə bir boşluqlar yaradıb. Doldur o boşluqları ibadətin zəhməti ilə. Deyirsiniz ki, qardaşım, ibadət məgər zəhmətdir? Cavab verirəm ki, ilk öncə ruhumuz ki, o qədər bulaşıb, hələ ki zəhmətdir. Hələ ki anlaya bilmirik. O deyir, biri bir yerdə işləyirmiş, dəri təmizləyirmişlər, neyinirmişlər. Orada bir üfunət iyi var imiş. Necə Mövləvi gətirir bunu? Deyir, o iyiyə öyrəşmişdi burnu. Əvvəl xoşu gəlmirdi iyidən, amma bir müddətdən sonra o iyinə elə razılaşmışdı. Hətta daha elə bir narahat da olmurdu. Bir dəfə deyir, o oradan çıxdı, gəldi, keçdi bir ətir dükanının yanına, girdi ətir almaq, ətir dükanında ətiri çoxdur, axı, iyi vururlar, ətirlər və s. O ətirin iyi deydi, buna çırpıldığı yerə bihuş oldu. Çünki bir ömürdür üfunət iyiyə öyrənib, təmiz iyi qəbul bihuş oldu, yıxıldı. İnsan ki, bir ömür bulaşıb günaha, hələ ibadətə bir dönüş edəndə görürsən, əvvəl əziyyətdir. Əvvəl zəhmətdir. Əvvəl çətinlikdir. Amma qatlaş. Ələmət ta'a. Qatlaş o kəffarəyə. Qəbul elə o çətinliyi. Qəbul elə ki, o çətinliyi. Söz budur.
Qəbul elə o çətinliyi ki, Allah Taala neynəsin? Allah Taala o ləzzətləri itirsin qəlbində, o qalan o ləzzətlər ki var ha. Onun aradan aparmağın yolu o zəhmətdir. O zəhmətdir. Şirinliyi getsin də günahın vücudunda. Axı qaldır dadı qalıb ağzında. İstəyirsən o dad da içsin. Biraz ibadətin əziyyətinə, zəhmətinə dözəcəksən. Bu üçün necəsən? Necə günahlar eləmişsən, onun əksinə edəcəksən. Üzr istəyirəm. Gecə vaxtı günahlara gedirdin, indi qalx gecə ibadətlər elə. Çətində sübhdən qabaq qalxmaq, qalx ayağa. O zəhmət lazımdır sənə ki, aldığın o yalançı ləzzətləri neynəsin? Qəlbindən çıxartsın, asas atsın bayra. Bir dənə günah üçün filan yerlərə girdin, filan səfərlərə, indi ziyarət səfərlərinə çıx. Biraz əziyyətlərə qatlaş. O ziyarətdə çəkdiyin əziyyətlərdən də yorulma. Yorulma. O sənin o günahdan aldığın ləzzətlərin kəffarəsidir. Kəffarəsidir. Allah istəmədiyi zəhmətə salmaya özü ya. Məsələn, bəzi adamlar görərsən, Allah istəmədiyi kimi özünü zəhmətə salar. Özündən acıq çıxmaq üçün, yox, belə yox. Yəni, həddi var hər şeyin, hüdudu var. Allah istəyən kimi. Allah dediyi qaydada. Allah buyurduğu kimi. O şeylərdən çıxma kənara. Get-gedə, bax, insan bu cürünə tövbə eləyəndə bir müddətdən sonra ki, ibadətin də zəhmətinə dözür, bir dönəmdən sonra daha zəhmət də çevrilir həqiqi ləzzətə. Daha insan o gecə namazından əziyyət çəkmir, ləzzət alır. Ləzzət alır. O ləzzət nə zaman gələcək? Bu birisi ləzzət itəndə. O birisi ləzzət gəlir, o günahın ləzzəti vücudumda itsin ki, bu birisi ləzzət gəlsin. İki ləzzət bir yerə yığışmaz ki. Biri dünyadır, biri axirətdir. O yalançı getməlidir ki, həqiqi gəlsin. Başa düşdünüz? Proses belə getdi. Günahdan aldığın ləzzət vücudundadır. İbadətin ilkin mərhələlərində olan zəhmətə qatlaşmalısan. O zəhmət, o ləzzəti itirəndən sonra insan həlavətə zikrik, ilahi zikrivin şirinliyini mənə nəsib elə. Ondan sonra insan münacatın ləzzətini duymağa başlayır. Fikir verdiniz necə gəldik çatdıqda mərhələyə. Münacat deyildi mövzumuz. İnsan münacatdan zövqü necə alacaq? Baba proseslərlə gedə-gedə. Nifrət artır günaha. Onu da əvvəlin danışdığımda sizə. Gəldin, oturdun, Allahı o vəsiflərlə xatırladın, düşündün. Get-gedə qəlbin dili açıldı. Qəlbin dili açılmağa başlayır danışanda. Deyirsən, ilahi, sən haram, mən neynədim? Sən nələr elədin? Mən neynədim? Bu proses get-gedə səndən o qəflət pərdələrini aradan qaldıra. Özündən narahat ola, günah var, nifrət eləyə, mərhələ gəldin, çatdın bu hissəyə. Çatmırsan elə bir yerə ki, indi münacatdan ləzzət alırsın. İndi başa düşürsən ki, ləzzət səndimə başqa bir şeymiş. Mən aldatmışam özümü, aldanmışam. Mən aldanmışam səndimə, ya Rəbbəl aləmin. Həyat buradaymış, mən eləmişəm oradaymış. Din budur. Din gəlməyib səni məhrum eləsin. Din gəlib səni məhrum edənlərdən kənar eləsin. Həqiqi o ləzzətdən ki, səni məhrum edən günahlar var, onlardan səni kənar edir ki, sən həyatı yaşaya biləsən. Din gəlməyib səni sıxma, boğmaya salsın. Əgər ilk öncədə ayinlər səni sıxır, boğursa, müşkül səndə məndədir. Müşkül səndə məndədir, başqa bu cürünə baxma məsələyə. Bu da belə olmalıdır ilkin mərhələdə. Mənim canım bir ömürdə o tərəfdədir. Sən, indi də belə də normaldır. Bu münacatın xətti. O 8-i gətirdim, 9-a bağladıq. İnşallah davam eləyəcəm gələn cümlələrdə. Allah əlimizdən tutsun, əllərimizdən tutsun inşallah. Allahumma inna nəs'aluke və nəd'uke bismikəl əzizəl əzəm. Əl-əcəlləl əkrəm. Allah sənə and verəm izzət və cəlalı və kərəmi və rəhməti və mərhəməti və bu əllər ki, sənin dərgahına qaldırmışıq ilk əvvəl duamız. İmam Zaman əleyhissalamın zuhurunu təcil elə. Allah bağışlamamış biz bu dünyadan aparma. İmanla yaşayıb, izzətlə bu dünyadan köçməyib bizlərə nəsib elə. İlahi Rəbb, o kəslər ki, bizdən dua istəyirlər, o qardaş bacılarımın dualarını qəbul elə. İlahi, ekran qarşısında əyləşənlər var. Onlar da əllərini sənin dərgahına qaldırıblar. Və Haqqı Fatimə onların dualarını onlardan qəbul elə. Xəstələrimizə tezliklə şifayı acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül onların müşküllərin tezliklə həll elə.
borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə, işsiz qardaşlarımıza iş nəsib elə. İlahi və Rəbbim, şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur elə, onların ailələri, yaxınları, övladları qəlblərinə huzur və ağramlıq nazil elə inşallah. Allah dualarımızı qəbul etsin.